Bismillahirrahmanirrahim. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Hər kəs Rəcəb ayında 100 dəfə Əstəğfirullahəl-ləzi la ilahə illə huvə vəhdəhu la şərikə ləhu və ətubu iləh desə və bundan sonra da sədəqə verərsə, Allah o şəxsin işini öz rəhmət və məğfirəti ilə sonlandırar. Əgər 400 dəfə desə, şəhidlərin fəzilətinə sahib olar. Mənbə Məfatihul Cinan, Babul Əmal. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun. İslami Dəyərlər verilişinin izləyiciləri, mübarək ayda bərəkət, məğfirət, sevgi dolu olan ayda sizlərlə görüşə gəldik. Yenə görüşə gəldik bu gözəl ayın gözəl cümə gecəsində. Gəldik ki, bu müzakirə edəcəyimiz mövzuların xülasəsi olaraq, yəni cəm edərək bir neçə suallarımız var ki, biz verilişimizə dəvət etdiyimiz qonaqdan bu sualların cavabını almaq istəyirik və əminik ki, əvvəlki verilişlərimizdə olduğu kimi bu verilişdə də sizləri qane edəcək və sizlərə təsir buraxacaq cavablar alacaqsınız əminik. Bəli, suallarımızı bu dəfə studiyamızda cavablandıran ilahiyyatçı pedaqoq Aybəniz xanım Cəfərovanı dəvət etmişik. Xoş gördük Aybəniz xanım. Mən də sizi xoş gördüm. Salamlayıram bütün tamaşaçıları, izləyicilərimizi. Allah razı olsun, var olasınız ki, dəvət eləmişsiniz. Sağ olun, siz sağ olun. Bəli, Aybəniz xanım, biz keçən verilişlərdə sizlərlə ki olan mövzularımız var idi ki, mövzu olaraq götürməmişdik. Biz sırf sualları cavablandırmaq üçün müəyyən suallar vardı ki, onlar bizlərə ünvanlanmışdı. Biz də o sualları sizə verdik və ən gözəl şəkildə cavablarımızı aldıq. Bugün də eyni ənənəyə sadiq qalaraq, çünki buna daha çox tələbat var və bir verilişdə bir neçə sualın cavabını almaq sanki bizim işimizi də rahatlaşdırır və gələn suallara qısa, lakanik olaraq cavablar veririk. Biz keçən verilişlərimizin birində sizə verdiyimiz sualların içərisində həsədlə bağlı var idi. Ki bu həsəd biz əslində siz də vurguladınız ki, özümüz öz əllərimizlə, öz yaşantımızla başqalarında olan həsəd hissini oyadırıq. Bu həsəd hissini oyatmaq mövzusuna gələndə çox geniş də məlumat verdiniz. Amma bu dəfə nəzər haqqında istəyərək sizlərə sual verək. Ümumiyyətlə sizcə nəzər nədir? Bismillahirrahmanirrahim. Nəzər bir növ qəlbdəki halın çölə daşması. Qəlbdəki halın çölə daşması. Ruhun təması. Ruhlar bir-birinə təmas edir. Baxıram səndəki bir şey xoşuma gəlir. Mənim ruhum onu istəyir. Ruhum sənin ruhuna toxunur. Bu ruh qaranlıq da ola bilər, işıqlı da ola bilər. İşıqlı olsa səndəkini istəsəm də, deyərəm Allahım, ondakını alma. Onda həsəd olmayacaq, düzdürmü? Bəli. Bu gözəl bir şeydir, bu qibdədir. Mən də amma istəyirəm. Aydın oldu. Amma eləsi də var ki, hər insan, hər göz dua sahibi deyil. Hər baxan göz, hətta deyər nə qəşəng, hətta dildə sənə dua da eləyər. Amma qəlbində yenə bir köks ötürər, içi yana-yana ötürər. Bəs məndə niyə yoxdur? Nəzər, yəni gözlə gələn bir imtihan. Bəli. Gözlə gələn imtihan səni baxdığın şeylə baxan gözləri imtihan edir. Axı bu göz idarə etməni qəlbdən alır, əmri içərdən alır. Bəli. Ona görə içərdəki halın çölə daşmasıdır nəzər. Bəli. Aybəniz xanım, belə deyə bilərik ki, həsəddə biz özümüz qarşı tərəfdə o həsəd hissini oyadırıq. Nəzərdə də belədir, biz özümüz oyadırıq. Yoxsa o şəxsin zaten gözlərində belə deyək də qara baxmaq var ki, o bizə o cürə baxır və nəzərə bizi çarpıdır. Elə bir şeydir. Bəli. Bilirsiniz, baxan insan müsbət, mənfi hamısını Allahın yaratdığıdır o heç. Çöldəki insan da özülə mübarizə aparıb, maşallah deyə də mümkündür daxildən olsa nəzərləri vursun. Burada sənin müdafiə mövqeyin başqa cür olmalıdır. Bəli. Əgər sən orada Allahla, Allaha sığınaraq və Allahın sənə verdiyi bu şeylərə ki, biləsən, dünən keçən dərs verilişimizdə də danışdıq bu haqda, əgər sən bunu haqq etməmisənsə, yəni bunu qazanmırsansa, qarşı tərəfi qıcıqlandırmaq istəmirsənsə, qarşı tərəfdəkini oyatmaq istəmirsənsə, bu sənə heç bir zərər verməyəcək. Sənin məqsədin sadəcə Allahın verdiyi əsəri ortaya çıxartmaqdır.
Bəli. Ortaya çıxartmaq ki, Allah zaten özünü bizi yaradanda nə üçün dedi? Mən gizli bir xəzinə idim, insan yaratdım ki, məni tanısınlar, mən xəzinə aşkara çıxım. Yəni biz onun əsəri olaraq da ortaya çıxanda başqalarına əgər zərər verməsək, başqalarını incitməsək, özümüz də bu bizdə olanın Allah tərəfindən gəldiyini anlasaq, heç bir təsiri bizə olmayacaq. Yəni nəzər bizə heç bir şey eləməyəcək. Heç kəsin nəzəri bizə heç nə eləməyəcək. Burada bir dənə sadəcə möhkəmcə Allaha sığınmaqla həll olur bu məsələ. Bəli. Yəni Allahım sənə sığınıram. Çünki insan hər an qəflətə düşə bilər, hər an Allah unuda bilər. Allahı unutduğu anda onun zərəri dəyəcək. Məsələn, mən insan tanıyıram, deyir mən bir dəfə deyir bir paltar geymişdim əynimə. Bilirdim o paltar mənə çox yaraşır. Və evimə qonaq gələcəkdi. Hamı da dedi, nə gözəl paltardır, nə qəşəng yaraşır sənə. Orada bir anlığa deyir, qəflətə düşdüm, onun altını neçə ay çəkdim deyir. Ta ki anlayandan sonra ki, mən orada qəflətə düşmüşəm. Mən insanların qəlbini oyatmışam, tərpətmişəm. İçəridəki paxıllıqlarını oyatmışam. Və istərsiniz o nəzər mənə təsir qoyacaq. Bu Allaha xoş gəlmir deyə onun nəzəri sənə zərbə vurur. Məsələ budur. Bəli. Yəni Allahın xoş gəldiyi işləri eləmək lazımdır ki, o zaman da Allaha sığınmaqdır, Allaha təvəkkül eləməkdir, Allahdan kömək istəməkdir və ilahi özüm bir şey deyiləm, bu sənin əsərindir, hər şeyi sən eləmirsən, mənlik bir şey yoxdur. Sən özün məni qoru, onda sənə nəzər təsir eləməyəcək. Bəli, sanki insan özünə bir dua edir. Bəli. Sizcə insan nə zaman özünü əzdirmiş olar? Əslində özünü əzdirmək mövzusu bilirsiniz də bu günlər çox aktivdir, aktualdır daha doğrusu. Həmişə deyirlər ki, o insanlar ki sizi əzmək istəyirlər, imkan verməyin əzməyə. Doğrudur, əzməyə imkan verməyin. Amma insan haçan əzilmiş olur, bu mövzu fərqlidir. Bəli. Məsələn, psixoloqların dediyi mövzudan çox fərqlidir. Onlar bir növ səsvi çıxar, səsvi o qışqırır, sən də qışqırır, o deyir, sən də bəli, mütləq ki, yəni bu cürə. Amma bu cürə deyil. Əslində özünü dəyərsiz sananda, diqqət edin cavaba, bir başqasının razılığını Allahın razılığından üstün tutanda, bir də bir alqış üçün haqq qarşısında susanda, kimlərəsə görə, nəyəsə görə haqqın üstündən keçəndə sən qəlbi özünü əzdirmiş olursan. Diqqət edərsiniz, mövzu tamam başqa cürədir. Tamam fərqli. Bəli. Yəni əzdirmək o demək deyil. Sənə bir söz, biri sənə bir sözdür, sən ona cavab ver. Əzdirmək o deyil. Əzdirmək odur ki, qəlbi və o ki biz keçən verişdə də danışdıq, həmişə də deyirik, qəlb Allahın hərəmidir, ora heç kəsi sala bilməzsən. Sən ora salmayanda heç nə əzilmirsən, heç də əzilmirsən. İmam Həsən əleyhissalamın hadisəsini gözünün qabağına gətirin, tarixdə olub. Biri Muaviyyənin fitnəsi ilə gəldi, dişinin dibindən çıxanı dedi imama. İmam ona dedi, deyəsən sən burada qonaqsın. Deyəsən, sən başqa yerdən gəlmirsən. Yəni, evə, məkana ehtiyacın olar, paltara, geyməyə, yeməyə, gedək bizə qonağımı. Apardı evinə, hidayət oldu, gəldi. Əzdirdi özünü imam, əzdirmədi. Əksinə əzəmət sahibi idi, izzət sahibi bir insan idi. İzzət sahibi olmağı da ondan idi ki, Allah üçün dözdü orada, səbr elədi. O sualların cavabına cavab vermədi. Onun dediyinə heç birine cavab vermədi. Məsələn, indikilər budur ki, biri desin, 5 də artıq deyin cavabını qoy, yoxsa əzilmiş olaram, sözün altında qalmayayım. O deyil. Əzilməmək odur ki, orada insan özünü ortaya qoya, məni qoya ortaya. Bəs kimi qoya orada ortaya insan? Onda haçan əzilmiş olmaz. Onda olmaz ki, orada Allah ola. Allah oradadırsa mənə neyniyə bilər bu? Bəli. İzah edə bildim. Orada mənim qəlbimdə Allah varsa, bunun söyüşü, bunun qarğışı, bunun nifrini, bunun ədəbsizliyi, bunun təhqiri mənim neyniyəcəm, mənə heç eləməyəcək. İzah edə bildim. Bəli. Deməli, biz qəlbimizə bu şeyləri buraxanda əzilmiş oluruq əslində. Bəli. Əksinə, əslində biz buraxmayanda izzət sahibi oluruq. Nəinki əzilmiş. Bəli. Bəs əzilməməyi necə izah edərdiniz? Yəni, əzilməmək yəni nə? Əslində, əzilməmək, bağırmaq demək deyil. Qəzəblənmək demək deyil. Qışqırmaq demək deyil. Əzilməmək Allahı xatırlamaqdır. Yəni, məsələn,
biri gəlir sənə reisdən sözləri deyir, səni təhqir eləyir, səni aşağılayır. Əgər orada qəlbində Allahdırsa, sən onun halını başa düşməyə çalışacaqsan. Nə baş verir? Nə olub buna görəsən? Diqqət elədiniz? Bir var, özünə baxasan ki, bax, mənə söz dedi, mən dayandım, mən gərək cavab verirəm. Görürsünüz, burada mən işə düşür. Hə? Ego. Bəli. Mən işə düşür ki, sən onun cavabını verməlisən. Amma o qəlbdə əgər Allah varsa, bax, məsələ budur, çalışsınlar, Rəcəb ayı boyu, Şaban ayı boyu bu şeyi ələ gətirsinlər. Əgər o qəlbdə ancaq Allah varsa, o əzilmiş olmayacaq, o Allahı xatırlayacaq, Allahı zikr eləyəcək və qarşı tərəfi anlayacaq. Qarşı tərəfi anlamaq insana çox nemətlər verir. Allah da əslində belə bəndəni xoşlayır. Bəli, maraqlı cavab. Çox maraqlı cavab oldu. Aybəniz xanım, suallarımızdan biri də sevgi haqqındadır. Sizcə sevgi nədir? Sevgi ən ağrılı və ən çətin xatirələri, yadda qalan xatirələri, ən çətin və ağrılı yadda qalan, yaddan çıxmayan xatirələri yaddan silən bir silgi növüdür. Zəhmət olmasa bir daha açıqlayım. Bəli, çox rica edərdik. Silgi insan ki, həyatında nələr ki yaşayıb, pis, əlbəttə ki, pisdən gedir söhbətdə. Yaxşına var, yaxşını hər kəs sevir. Amma o pislə bağlı ki, həyatında sənə toxunublar, incidiblər, qırıblar, töküblər və sən pis haldasan, çıxa bilmirsən o vəziyyətdən. Mən o sevgini o cürə görürəm. Bir dənə silgi götürürsən əlvə, yaddaşı tamam silirsən. Nə ilə, nəyə görə, bu da nə ilə hesab ələ gəlir? Yenə də qəlbi Allahı salmaqla. Orada özüm yoxam axı. Özüm yoxam, baxıram Allaha o cürə ki, Allah insanlara, keçən verişdə Bakda dedik, Allahın baxışı ilə, Allahın nəzəri ilə baxsaq insanlara qarşı o cür olmayacaq. Nə kin saxlamayacaq, nə ədavətimiz olmayacaq. Dostluğumuz da Allah üçün olacaq, düşmənçiliyimiz də Allah üçün olacaq. Bəli. Küsülüksə əgər o da Allah üçün olacaq, danışırıqsa o da Allah üçün olacaq. Bəli. Susuruqsa da o da Allah üçün olacaq. Yenə də danışırıqsa Allah üçün olacaq. Əgər bunlar Allah üçün olarsa, heç bir problem olmur insan üçün. Aybəniz xanım, həyatımızda o qədər bizləri incidənlər olur ki və incidməyin də müqabilində bəzən biz onları bağışlaya bilmirik. Ümumilikdə əgər götürsək, bizdə ki bu his ki var ki, bizi incidənləri bağışlaya bilmirik. Hər nə olursa olsun deyir ki, yox, mən bağışlaya bilmərəm. Yəni, amma halbuki kənardan baxanda elə də bağışlanmamaqlıq bir şey də yoxdur. Bu əslində özünü cəzalandırmaqdır. Bəli. Özünü cəzalandırmaq. Belə insan əslində özünü cəzalandırır. Bu onların problemi deyil ki, bizim problemimizdir. Bizim özümüzə aid olandır. Yəni qarşı tərəfə mən bağışlamıramsa, özümü cəzalandırıram. Bəli. Bu onun qarşı tərəfin problemi deyil. O incitdi, mən incidim. Bayaq dedim, niyə incidik? Çünki ora özümüzü qoymuşduq. Bəli. Özüm olduğuma görə incidim. Elə mən orada özümü həm əzdirmişəm, həm özümə zülm eləmişəm, özümü məhv edirəm. Ona görə bağışlamamaq insanı günü-gündən məhv aparır. Dualarının qabağını alır, inkişafının qabağını alır, Allaha yaxınlaşa bilmir. Deməli, bağışlamamaq bizlərə bunları verir. Bəli, başqa bir şeylər də varsa toxuna bilərsiniz. Bəli, bağışlamamaq bizə, diqqət edin, incidənləri bizim bağışlamamağımız bizi məhv edir, bizə zərər verir. Bizi incidir. Çünki mən o, yenə də deyirəm, qəlb Allahın evidir. Orada kimisə otuzdurmuşam. Otuzdurduğum insan sevmədiyim bir adamdır özdə. Filan kəsin xatirəsi. Filan kəs filan vaxtı məni incitdi. Onun mənə qarşı olan rəftarı, mənim qəlbimdə yuva edib qalıb orada. O boyda yeri Allahdan elə bir ki, mən qəsb eləmişim. Allah da deyir, onu oradan çıxart. Bəli. Orada mən olum. Orada nə qədər sən varsan, mən dövrəyə girmərəm. Aybəniz xanım, biz bağışlanmamağa toxunanda vurguladınız ki, bağışlanmamağın özümüzə ziyanları çoxdur. Bəs görəsən bağışlamaq, əfv etməkdirsə, görəsən hər əfv yaxşılıqdırmı?
Xeyr, necə hər şeyin öz həddi var. Bəli. İfratı və təfriti var. Bu da belədir. Hər əf savab deyil. Hər bağışlamaq yaxşı deyil. Bəzən günahdır. Zalimin zülmünü daha çox çoxaldırsan, daha gücləndirirsən onu. Onun qolun nəzərlərini daha da gücləndirirsən. Ona görə də hər əf doğru deyil. Doğru deyil. Və hətta bizə bilirsiniz ki, əgər elə bir şey olsaydı, onda Allah Taala bizə niyə deyərdi, dostundan dost olun, düşmənimdən düşmən olun. Onun düşmənindən düşmən, bugün elə düşmənləri var ki, hələ də onlara lənət oxuyuruq. Bəli. Deməli, hər əfin bağışlanmaq, hər bağışlanmağın, yəni lazım olduğu söhbəti yoxdur. Yeri var, bağışlayacaqsan, yeri var, bağışlamayacaqsan. Allah üçün olanı bağışlamayacaqsan. Allah üçün Olanı bağışlamayacaqsan. Bəli. Allah üçün o şey ki, bir insan, məsələn, imamımızı qətlə yetirən necə bağışlayaq biz? Bəli. Bəli. Xanım Zəhranı qətlə yetirən necə bağışlayaq biz? Bəli. Aybəniz xanım, ümumilikdə kənardan durub nəzər eləyəndə hal-hazırda bir çox ailələrdə olan problemlərdən biri də belə deyək də tam olaraq öz yerimizi bilməyərəkdən boşanma səbəblərinə qədər gedib çıxacaq və mən onu əfv edə bilmərəm. Halbuki o mənə böyük bir, belə deyək də, mənəvi baxımından ziyanlar vurur deyə sadalayırıq. Bəs o zaman necə? Onda da əfv etməyək, yoxsa əfv edək? Burada necə? Burada yenə qəlbimizdə dayanaq, deyək ki, bu Allaha xatirdir, yoxsa yox? Bəli, ümumiyyətlə qəlb haqqında biz hər dəfə də deyirik. Qəlb elə bir yerdir ki, ora heç kəsi salmağa yer yoxdur. Yəni heç kəsin haqqı yoxdur ora girsin. O ki, Allahın da həmişə deyirik bunu. Amma burada da yenə də Allahın izin verdiyi qədər mənim əgər onu bağışlamamağım özüm üçündürsə əgər, nəfsimdəndirsə əgər, bunun Allahla heç əlaqəsi yoxdur. Bu mənə zərər verəcək. Mən qəlbimi boşaldacağam, amma onunla olan münasibətim Allah istəyən formada davam edəcək. Allah deyir ondan, məsəl üçün, soyuq ol, soyuq olacaqsan. Allah deyir ondan, məsəl üçün, ümumiyyətlə əlaqəni kəs, tamam kəsəcəksən. Allah deyir, yox, onunla danış, məsələn. Bəli, orada icazə verirsə barışmağa, əlbəttə danışacaqsan, barışacaqsan. Qəlbində mümkündür bir insan da ki, ona deyə bilməzsən, mən səni bağışladım. Çünki zülmün çoxalda bilər. Amma bunun mənə faydası yoxdur axı. Mən qəlbimdə saxlamağımın faydası yoxdur. Mən onu boşaldacağam, qəlbimi azad eləyəcəm, elədir mi? Amma özüm ki, Allahla, çünki maniyə olmasın o. Mən orada özümü çıxardacağam. Tapşıracağım Allah özü görür də zaten. Bəli. Ki, Allahım, sən görürsən. Amma mən onu bilməliyəm ki, bir dənə onu başa düşməliyik ki, həyatımızda nə baş verirsə, bir insan buna iman gətirsə ki, Allah feillərdə təkdir, nə baş verirsə onun izni ilə baş verir, onun bildiyi şeylər var, mənə lazım olan şeylər var, mənə çatası şeylər var və mən buradan öz dərslərimi çıxartmalıyam. Bu hadisə mənə nəyi yaşatdı, bu hadisə mənə nə öyrətdi, Allah bundan mənə nə demək istəyirdi. Bütün hadisələrin əslində, başa gələn bütün hadisələrin altında bir dənə mesaj yatır. Allah deyir, mənə dön. Bəli. Biz də Allaha dönəndə qəlb rahatlaşır. Qəlb rahatlaşandan sonra da bağışladım, bağışlamadım, fərq eləmir insan üçün. Qəlbi boşaldırsan, tapşırmısan, sahibi Allahdır. Bəs qarşı tərəf bundan sui-istifadə eləsə necə? Hər Orada dəfə bağışla, ona görə bayaq dedim ki, lazım deyil ona deyəsən mən səni bağışladım. Bəli. Bayaq onu dedim ki, bir insanı qəlbindən çıxardacaqsan, bağışlayacaqsan. Amma qalanı çünki zaten Allah ona rəhbər nə eləyəcək. Sənlikdir, mühakimə işləri sənlikdir, məhkəmə işləri bizlik deyil. Orada ki, sən Allaha həvalə eləmirsən artıq. Allahım, sənə görə mən qəlbimi boşaldıram. Heç kəs saxlamıram, ora sənin yerindir. Bunu ki deyirəm, artıq mənim başqa işlərlə işim yoxdur, başqasıyla da evi. Amma o davam edirsə zülmündə, ona bildirməyəcəm mən səni bağışladım. O elə bilsin ki, mən onu bağışlamamışam. Aybəniz xanım, bu qədər suallardan ki, biz verdik və siz cavablandırdınız, ən son sualımız da belə olsun ki, eşq nədir? Mənim düşüncəmə görə Bəli. hər şeyi sənin üçün, bəndəm sənin üçün yaratdım deyən Allah üçün, Allaha görə hər şeyi tərk etdim deyə bilməkdir. Eşq. Mənim üçün hər şeyi yaradıb, bizim üçün hər şeyi yaradıb. Bəli. Biz də onun üçün hər şeyi tərk eləməliyik. Eşqin adı budur. Qarşılıqlı. Bəli. O bizə yaradıbsa, biz də müqabilində. Bəli. Bəli.
Maraqlı sualdır. Və maraqlı da cavabını əlbəttə aldıq. Allah Çünki kömək eşq olsun. hər kəs bir cürə cavablandırır, amma bizə maraqlı idi. Görsən dini baxımından, yəni sizin fikriniz bizə maraqlı. Görsən ki, eşq nə edir? Cavabını da mükəmməl aldıq. Təşəkkür edirik Aybəniz xanım. Həqiqətən də bu gözəl günlərə təsadüf edən verilişimizdə qonaq oldunuz və bizlərə gözəl cavablarınızı yönəltdiyiniz üçün və əminəm ki, izləyicilərimizin də bir çoxları bu fikirlərimlə razı olacaqlar ki, həqiqətən də bu dəfədəki veriliş sanki bir neçə mövzunu özündə cəm eləmişdi. Sizə bir daha təşəkkür edirik. Sağ olasın. Mən də təşəkkür edirəm sizlərə. Bəli, əziz izləyicilər, bu gözəl mübarək ayın mübarək gecəsində, cümə axşamının gecəsində sizlərlə görüşə gəldik, müəyyən suallarımızı qonağımız cavablandırdı. Verilişimizin zamanı, vaxtı bitdi, biz gedirik. Gedirik ki, gələn dəfə gələndə, yeni bir mövzunu müzakirə eləyəndə yenə sizlərin maraqlı olan mövzuları işləyək və sizlərə təslim edək. Və o mövzulardan sizlər bu ayda tək mübarək ay deyib oruç tutmayaq. Mübarək ay deyib ədəb, əxlaq, tərbiyə, hər şeyi Allah deyən kimi yaşamağı Allahdan istəyək inşallah. Çünki qonağımızın da dediyi kimi biz elə bir aya hazırlaşırıq ki, o ay bizim üçün nemətdir və o ay bizim üçün bağışlanma ayıdır. Allahın ayına doğru gediriksə, tədarüklərimizi də yaxşı görməliyik. Sağ olun, salamat qalın, Allah amanında.